Gəlin bir də baxaq, menecment və idarəetmə uçotu və maliyyə uçotu arasında olan fərqlərə. Bizim indiyə qədər danışdığımız əslində idarəetmə uçotudur. Çünki biz hal-hazırda bütün anlayışlara idarəedici tərəfdən baxırdıq. Necə görsənir şirkətin vizyonu, məqsədləri, planlaşdırılması və s. strategiyası və s. Bəs onun maliyyə uçotundan fərqi nədir? Burada qısa belə bir cədvəl var. Deməli, idarəetmə uçotunda nədir? Ümumiyyətlə, kimlər istifadə edir bundan? İstifadəçilər kimdir? İdarəetmə uçotunda adətən istifadəçilər daxildə olur. Menecerlər, rəhbərlik, işçilər və s. Yəni, hansısa bir hesabat hazırlayırsınız, daxili hesabatdır. Bu sırf idarəetmə üçün lazımdır. Financial accounting, yəni maliyyə uçotunda isə siz daha çox bu hesabatlarınızı, reportları xarici istifadəçilər üçün hazırlayırsınız. Bu ola bilər xarici auditorlar, kənar auditorlar ola bilər, səhmdarlar ola bilər, hansısa dövlət qurumuna məlumat təqdim edirsiniz və s. Yəni, bunun fərqi bu halda belə görünür. Məqsəd nədir? İdarəetmə uçotunda əsas məqsəd, yəni bu accounting nə üçün aparılır? Planlaşdırma üçün bayaq dediyim kimi şirkət hara gedir, planları nədir, hansı qərarlar veriləcək, yəni qərar vermə proseslərində istifadə üçün. Amma maliyyə uçotu isə daha çox sizin performansınızı qeydə almaq üçün istifadə olunur. Yəni biz şirkət olaraq artıq hardayıq? Məsələn, 2026-cı ili başa vurduq. Biz maliyyə reportları, maliyyə hesabatlarını hazırlayıb təhvil veririk. Bu deməkdir ki, 2026-cı ilin performansını biz ümumiləşdirdik, yekunlaşdırdıq və onu təqdim edirik. Legal requirement nə deməkdir? Yəni hüquqi cəhətdən hansısa bir qarşımızda öhdəlik varmı, yoxsa yox? İdarəetmə uçotunda yoxdur, flexibledır, yəni çox rahatdır. Siz bu reportları, hesabatları hazırlaya da bilərsiniz, hazırlamaya da bilərsiniz. Çünki onsuz da daxili istifadə üçün nəzərdə tutulur. Amma maliyyə uçotunda bəzi şirkətlər üçün, məsələn, MMC-lər ola bilər və s. ola bilər, xüsusi məhdudiyyətlər ola bilər. Tutaq ki, dövlət qarşısında hansısa bir hesabatları biz verməyə məcburuq. Format yenə də bayaq dediyim kimi idarəetmə uçotunda fərqlidir, rahatdır. Amma maliyyə uçotunu hazırlayarkən siz hansısa bir konkret formata əsaslanmalısınız. Nature, yəni onun mahiyyəti necə ola bilər? İdarəetmə uçotunun hesabatları fərqli ola bilər. Məsələn, siz burada həm balans hesabatı hazırlaya bilərsiniz, hansısa bir statistik hesabatlar da hazırlaya bilərsiniz və yaxud ümumiyyətlə heç rəqəmlərdən ibarət olmayan başqa bir hesabat və s. datanı da hazırlayıb təqdim edə bilərsiniz. Təqdimat formasında, prezentasiya kimi və s. Maliyyə uçotu isə adətən sadə reportdan ibarət olur, daha çox orada rəqəmlər əks olunur. Bir də time period, yəni vaxt cəhətdən hansı dövrləri əhatə edə bilir? İdarəetmə uçotu qərar vermədə təsiri olduğuna görə, planlaşdıranda, strateji və s. strategiyaya aid olduğundan daha çox buna deyilər proqnozlardan ibarət olur da, belə deyək. Yəni bu reportların, bu məlumatların əsasında biz proqnozlar verə bilirik gələcək üçün. Ona görə idarəetmə uçotunda biz həm əvvəlki datalarla işləyirik, yəni əvvəlki məlumatlara əsaslanırıq ki, biz gələcəyə aid olan bir proqnozlar verə bilək. Maliyyə uçotu isə, financial accounting isə proqnozlarla işi yoxdur. Orada sadəcə və sadəcə siz historical datanı, yəni əvvəlki dövrlərdə olan datanı, informasiyanı istifadə edərək hesabat hazırlayırsınız. Sadəcə onu qarşılaşdırmağın yolu var. Məsələn, tutaq ki, 2025-ci ilin datasını götürüb biz hesabat hazırlayırıq, mənfəət zərər hesabatı. Ola bilsin ki, onu bu formada təqdim elədik hansısa dövlət strukturuna. Amma idarəetmə uçotunda öz daxili hesabatlarımız üçün, rəhbərlik üçün mən 2025-ci ilin datasını qoyuram, onun yanına deyək ki, büdcəsini qoyuram və hətta onu keçən illə qarşılaşdıra bilərəm. 2024-cü ilin rəqəmləri ilə qarşılaşdıra bilərəm ki, biz harda kənarlaşma var, harda daha əksinə daha irəli getmişik və s. hansı sahələrdə inkişaf eləmişik və s. Bu halda siz bunu yəni yadınızda saxlayın ki, maliyyə uçotu daha çox keçmişə nəzərən data ilə işləyir, idarəetmə uçotu isə əksinə gələcəyə nəzərən proqnozlarla və s. ilə işləyir. Belə, bunu Azərbaycan dilində də hazırlamışdım növbəti slaydda, yəni həm ingilis dilində də əsas buradadır termin olaraq və burada da Azərbaycan dilində var onun versiyası. Belə.